Uşaqlar, bu günlərin 500 dairəsində ədədlər söyləyəcəm. Sadəcə olaraq mərtəbələrin yerini dəyişikləyəcəm. Kim çevik olsa, o da yarışın qalibi olacaq. Başlayaq. Təkliyi ən böyük bir rəqəmli tək ədəddir. 3 onluğu var, 2 yüzlüyü. Həzrət ilk oldu. Aferin. Yüzlüyü ən kiçik bir rəqəmli tək ədəddir. 3 onluğu var, 6 təkliyi. Pərvanə ilk oldu. Yüzlüyü ən kiçik bir rəqəmli cüt ədəddir. Təkliyi ən böyük bir rəqəmli cüt ədəddir. 3 onluğu var. Və Surə birinci oldu. Təkliyi ən böyük bir rəqəmli cüt ədəddir. 3 onluğu var, 4 yüzlüyü. Zafarova birincidir. Təkliyi ən kiçik bir rəqəmli tək ədəddir. 2 yüzlüyü var, 3 onluğu. Hüseyin doğru yazdı, aferin. Təkliyi ən kiçik bir rəqəmli tək ədəddir. 3 onluğu var, 2 yüzlüyü. Yusuf birincidir. 3 onluq, 7 təklik, 2 yüzlük var. Zeynəb birincidir. Yüzlüyü ən kiçik bir rəqəmli tək ədəddir. Təkliyi ən böyük bir rəqəmli tək ədəddir. 4 onluğu var. Rüqəyə birinci oldu. Yüzlüyü ən kiçik bir rəqəmli cüt ədəddir. Təkliyi ən böyük bir rəqəmli cüt ədəddir. 4 onluğu var. 148 Şahla birincidir. Onluğu ən kiçik cüt ədəddir bir rəqəmli. Təkliyi 8'dir. 4 yüzlüyü var. Məlikə bu doğru yazdı. Həm yüzlüyü, həm onluğu, həm təkliyi ən kiçik bir rəqəmli cüt ədəddir. Şahlar çevik oldu. 4 onluğu var, 2 yüzlüyü var, 3 təkliyi var. Hüseyin qalib gəldi. Təkliyi və onluğu ən böyük bir rəqəmli cüt ədəddir. 4 yüzlüyü var. Həzrət çevik oldu. Onluğu 3 və 5 arasındakı ədəddir. 2 yüzlüyü var, 6 təkliyi. Rüqəyə çevik oldu. 2 onluğu, 5 təklik, 3 yüzlük. Nərmin birincidir. 6 təkliyi var, yüzlüyü ən kiçik bir rəqəmli tək ədəddir. 4 onluğu var. Zeynəb birinci oldu. 2 onluğu var, təkliyi ən böyük bir rəqəmli tək ədəddir. 3 yüzlüyü var. Həzrət çevikdir. Təkliyi 1 və 5 arasındakı tək ədəddir. 2 yüzlüyü var, 1 onluğu var. Həzrət çevik oldu. Ən böyük bir rəqəmli tək ədəd təklikdir. Ən kiçik bir rəqəmli cüt ədəd yüzlükdür. Onluğu 1'dir. Həzrət çevik oldu və bu oyunun qalibi Həzrət alışlayaq.